Bugünkü video vasitəsilə biz sizinlə möcüzələr yaradacaq öz həyatımızda. Möcüzələr dərkən əlbəttə ki, nəzərdə tuturam bizim istəklərimizin həyata keçməsini. Çünki nə vaxt biz arzuluyuruq və tez bir zamanda nəyisə əldə edə bilirik, hansı nəticəni alırıq, o zaman biz deyirik, wow, möcüzə kimi oldu. Bugünkü texnikanı çox gözəldir, ümumiyyətlə gündəlik rituala, rutinə çevirmək. Təəssüf ki, mən buna əl atıram yalnız artıq ümidim qalmayanda. Mənim artıq demək olar ki, bir ayda pişiyim xəstədir və çox pis proqnozlar idi. Ümumiyyətlə, в общем, çox böyük bir faciədir bu mənim üçün. Çünki 12 il biz onunla birlikdəyik, o mənim dostumdur, o mənim can yoldaşımdır, o mənim həqiqətən də mələyimdir. Və artıq ümid qalmayanda biz nə edirik? Biz başlayırıq etmək dualar, Allaha sığınırıq. Və baxmayaraq ki, ümumiyyətlə Allaha çox yaxın insanam. Mənim inamım dəhşət dərəcədə güclüdür. Amma bəzən bəli, unudulur müraciət etmək, unudulur hər hansısa bu tip texnikaları istifadə etmək. Və 3-4 gün bundan öncə nə vaxt artıq həkimlər dedilər ki, hazırlaşın ən pis sonuca. Çünki ümidimiz artıq, belə. Və mən başladım bu texnikanı etmək və mənim pişiyim görürəm ki, gedir sağalmağa doğru, artıq iştahı da açılıb. Maşında gəzməyi artıq bəyənib, bəlkə də bütün bunlar hamısı bunun üçün idi. Amma mənim üçün ən əsası odur ki, onun səhhəti düzəlir. Mən bu texnikanı çox istifadə edirəm. Ümumiyyətlə, həyatımda hamıya da tövsiyə edirəm. Sadəcə yenə də insanın həyatında hər şey yaxşı olanda bəzi şeyləri unudur ya da ki, daha gec edir və ümumiyyətlə, belə də, zaten hər şey yaxşıdır. Belə biz varlıq. Yalnız müqayisədə hiss edirik ki, yox, artıq uçuruma gedirəm. Lazımdır əl qatmaq. Və söhbət gedir bizdə təşəkkürdən. Bu olacaq çox xüsusi bir təşəkkür. İndi mən sizə onu öyrədəcəm. Amma ilk öncə ümumiyyətlə təşəkkürün gücü haqqında sizə danışmaq istəyirəm. Təşəkkür bu bizim Yaradanla bir bağımızdır. Təşəkkür bizim frekansımızı çox yüksəldir və göstərir ki, biz naşükür insan deyilik. Biz şükür edirik, biz təşəkkür edirik. Biz sevgi və şükür hissi ilə hər bir şey qəbul edirik bizim həyatımızda. Amma çox vaxt biz bunu istifadə edirik. Nə üçün? Nəysə artıq əldə edəndə. Amma nə edək, əgər biz istəyirik nəyisə, ya da ki, çox belə darlığa düşdük, bilmirəm necə deyim. Mən indi hiss edirəm ki, bəli, mən darlığa düşmüşdüm. Mənim artıq həqiqətən də insan ümidsiz qalanda çox pis, məyus bir hissdir. Çox çətin, ağır bir hissdir. Və həmin an əlbəttə ki, mən istəyirdim ki, hər şey dəyişilsin, pişiyim sağalsın. Bu texnikanı biz istifadə edə bilərik nəyə olur olsun. Sağlamlıq, hansısa maddi şeylər, sevgi üçün, barışıq üçün, həyatımıza nəyisə çəkməyə. Və burada biz şükür edirik. Hələ ki olmayan hər hansısa bir arzumuz üçün, amma şükür edirik sanki bu artıq oldu. Necə? Misal üçün, mən necə edirdim?
Mən deyirdim, mən təşəkkür edirəm, mən şükür edirəm evrənə, yaradana, Allaha ki, mənim pişiyim sağlamdır, yanımdadır və biz onunla birlikdə vaxt keçiririk. Mən təşəkkür edirəm bunun üçün. Eyni şeyi biz edə bilərik. Mən təşəkkür edirəm, mən şükür edirəm ki, mən xoşbəxt ailə həyatı qurmuşam və biz yoldaşımla çox gözəl bir vaxt keçiririk birlikdə. Və bir-birimizi sevindiririk, bir-birimizə hörmət edirik. Burada var bir neçə məqam, nəyə biz fikir verməliyik və bir neçə qayda. Baxın, əgər bu dəqiqə mənim həyatımda ümumiyyətlə heç sevgili də yoxdur, heç sevgilinin sısı da yoxdur, yəni ki, heç flört etdiyim biri yoxdur, ya da ki, flört etdiyim biri var, amma belə də. Burada ailə həyatı arzulamaq, bu birazcık belə biz sanki hoppanırıq bir neçə pilləkən yuxarı, amma daha yaxşı olar ki, əgər biz doğru pillələrlə getsək və burada biz deyirik ki, mən şükür və təşəkkür edirəm evrənə, Allaha, yaradana. Siz nəyə inanırsınız, ona da təşəkkür edin. Yəni ki, bu mənim formatımdır. Siz deyə bilərsiniz, mən yüksək güclərə təşəkkür edirəm, mən Allaha təşəkkür edirəm, mən mələklərə təşəkkür edirəm, mən evrənə təşəkkür edirəm. Fərqi yoxdur. Əsas nəyə siz inanırsınız, ona da siz təşəkkür edirsiniz. Və mənim ciddi, xoşbəxt, hörmət dolu, bir-birimizi əzizləyən, bir-birimizin qayğına qalan münasibətim üçün təşəkkür edirəm. Ya da ki, təşəkkür edirəm ki, mənim belə-belə bir münasibətlərim var. Və burada biz özümüzü elə hiss etməliyik ki, sanki doğrudan da bu oldu. Və biz kiməsə bunu sanki danışırıq, deyirsiniz, Marcina, mən o qədər şükür edirəm Allaha, evrənə, mənim həyatıma doğru insanı göndərildi, ya da ki, tanış oldum doğru insanla və bizim çox gözəl münasibətlərimiz var. Heç, bəlkə mən gözləmirdim, ya da ki, gözlədiyimdən də daha yüksək, daha gözəl, daha super bir münasibətdir. Bu an biz sanki siqnal göndəririk ki, mən inanıram, mən etibar edirəm, mən güvənirəm həmin o daha yüksək güclərə. Nə vaxt biz başlayırıq artıq buna şükür etməyə, biz bunun üçün yer açırıq. Çünki nə vaxt biz heyfslənirik ki, niyə bu mənim həyatımda yoxdur? Ya da ki, hamıda var, məndə yoxdur. Ya da ki, ümidimizi itiririk və mənim nümunəmdə kimi artıq pişiyim düzəlmir və ölümə doğru gedir və hər şey bitdi. Və burada önəmlidir yalvarmamaq. Önəmlidir o qurban pozisiyasından dilənməmək. Biz özümüzü hiss edirik artıq yetərli, artıq layiqli həmin bu hisslərə, həmin bu anları yaşamağa. Və biz buna görə təşəkkür edirik, biz buna görə sevinirik, biz bunun üçün şükür edirik. Belə bir texnikadır. Ümumiyyətlə, məndən keçən dəfə qızlar soruşmuşdular, bir dənə əgər praktika olsaydı, hansını sən tövsiyə edərdin? Bu təşəkkür praktikası, nə vaxt biz gün ərzində hər bir şey üçün təşəkkür edirik, şükür edirik, hər xırda bir şey, hətta saçım gözəldir, uzundur, bilmirəm, həcmlidir, bunun üçün mən təşəkkür edirəm. Təşəkkür edirəm ki, mənim belə bir şəraitim var, bu videoları yazmaq, bunun üzərində işləmək, mən bunun üçün şükür və təşəkkür edirəm. Sağlamlığım üçün, imkanlarım
dostlarım üçün, mənim qabağıma çıxan fürsətlər üçün hər bir şey təşəkkür edirəm və şükür edirəm və bunlar çox və çox önəmlidir. Bunlar bizim frekansımızı çox yüksəldir, dəhşət dərəcədə. Niyə görə bizə lazımdır yüksək frekans? Çünki biz istədiklərimiz, yəni ki, heç kəs istəmir, bilmirəm, gedim zibillikdə gəzim, ya da ki, avaranın biri ilə tanış olum, ya da ki, belə bir işdə işləyim ki, məni orada istifadə etsinlər və 3 manat maaş versinlər. Biz hamımız istəyirik daha yüksək, daha topda olanlar, oğlanlar, qızlar, tanışlar, fürsətlər, təkliflər, hər bir şey biz istəyirik yüksək. Deməli, bizim də frekansımız yüksək olmalıdır. İnamımız yüksək olmalıdır. Sağlamlığımız yüksək olmalıdır. Nə zaman biz yüksək istəyirik, biz özümüz də yüksəlməliyik. Təşəkkür bizim frekansımızı, bizim auramızı təmizləyir. Frekansımızı qat-qat yüksəldir və sonra biz görürük ki, belə çox qısa zamanda bizim qabağımıza lazımlı insanlar çıxır, bizə lazımlı təkliflər gəlir və burada bizim özümüzə də çox önəmlidir bunlara açıq olmaq. Əgər mən bütün günü evdə otursam və şükür və təşəkkür etsəm və heç ara çıxmıram, heç kəslə tanış olmuram, heç kəsə baxmıram, heç kəslə danışmıram, mən hazır olmalıyam ki, çox güman ki, heç kəs gəlib mənim qapımı döyməyəcək və bütün bu yüksək frekans sadəcə bu 4 divar arasında qalacaq. Yadınızda saxlayın. Bizim pulumuz, təkliflərimiz, bilmirəm, tanışlıqlarımız, ailə qurmağımız, bilmirəm, işimiz, hər bir şey insanlar vasitəsilə gəlir. Allahın bizim əllərimizdən başqa bir əlləri yoxdur. Biz bir-birimizə ötürürük. Biz bir-birimizlə təmasda oluruq və bir-birimiz üçün həmin o lazımlı təcrübələri yaşadırıq bir-birimizə. Bir insan, digər insanla. Sizi kimsə tanış edə bilər iş üçün, amma elə həyat gətirə bilər ki, sonra oradan siz ailə həyatı qurdunuz. Ya da ki, siz həmin o insanı kiminləsə tanış etdiniz və onlar ailə həyatını qurdular. Ya da ki, kimsə kimləsə iş qurdu, kimsə kiməsə pul qazandırdı. Bəli, hərdən bu hətta xeyirsiz də olur, amma hər bir xeyirsiz işin arxasında hansısa da olsa xeyir var. Bəlkə biz nəyisə başa düşməliyik, biz nəyisə anlamalıyıq, biz nəyisə hiss etməliyik ki, beynimizdə transformasiya olsun və biz həyatımızda fərqli bir dəyişiklikləri yaşayaq. Hələ ki, məndə bu qədər. Burada aşağıda yazarsınız kimlər artıq bu ritualı bilirdi, bəlkə kimsə istifadə edirdi. Ya da ki, bugündən başlayın artıq öz arzunuzun üstündə işləmək və sonra bizə yazarsınız necə oldu, necə o həyata keçdi və nəyə nail oldunuz. Mən sizi öpürəm, sizinlə Marcina Jumati idi. Hələlik.